Millət, videonu bir dəqiqəlik dayandırıram. İndi sizlərə Azərbaycanda ən güvənli, sərfəli və sürətli elmas vurulması üçün Freeshopu təqdim edəcəm. Yəqin ki, Freeshopu aranızda tanımayan yox. Freeshop Azərbaycanda ən güvənli elmas vurulması təqdim edən sayt. Bəli, səhv eşitmədiniz, sayt. Saytın linkini açıqlamaya qoyacağım. Gedib saytın rahat bir şəkildə elmaslarınızı ala bilərsiniz. Yoxsa mən saytı anlamıram deyirsinizsə, ekranda əlaqə nömrəsi də var. WhatsApp üzərində əlaqə saxlayıb güvənli bir şəkildə elmaslarınızı ala bilərsiniz. Freeshop'da elmas vurulmasından başqa PUBG, Roblox'a, Brawl Stars'a və sair oyun platformalarında istədiyiniz qədər ödəniş edə bilərsiniz. Keçək videomuza. Salam aleyküm dostlar, siz ümid edirəm ki, yaxşısınız. Bugünkü videomuz başlıqla gördüyünüz üzrə bir elmas xərcləmə videosudur. Bu günləri şans otomatına girəcək, çarxlarda gözəl əşyalar falan gəlib, onları almağa çalışacağım. 2000 elmasımız var, ümid edirəm ki, bəs edər yəqin ki. Məncə o qədər çox tutmaz. Gözəl əşyalar gözmədəyib, yəni ki, onları almağa çalışacağım. Videonun başlıq qismini uzatmaq istəmirəm, çünki direkt bütün o, daha doğrusu bəyəndiyim əşyalar almağa gedəcəyik. Videoda onları alacağım. Video keçməzdən əvvəl bəyənib, abunə olub bildirimini açmağı unutmayın. Keçək indi videomuza. İlk olaraq giririk şans otomatımıza. Burada bəyəndiyim bu yumruq var. Bəyəndiyim bu yumruq. Məncə çox gözəldir bu. Yəni bunu almağa çalışacağım. Bir də burada göz üzrə medalı qaldırır və burada adını çıxır. Yəni bu da çox gözəldir. İlk hədəfimiz bunu almaqdır. Sonra elmas qaldığında yumruğa vuracağım. Yəni bunu mütləq çıxaracağım. Birinciliklə burada bu ikisini bağlayıram. İndi ümid edirəm çıxar. Burada birinci totem eləyək. Belə çıxar olsun. Çıxmadı. Birinci də burada qoyaq. Belə edək. Çox atılıq. Neyse. Axıra verməsə, nəysə. Axıra verməsə daha yaxşı olar. Çünki yumruğa verməsə daha istəyirəm. Məncə yumruğa tutmaz yəni. Tutamıyor burada burada. Axıra qalsın məncə yutmaz. Yəni ki, bu axırın da axıra. Sizə bunda deyim, burada katana var. Katana yəni ki, heç bir animasyonu yoxdur. Sadəcə belə qəribə bir katanadır. Oyunda ilkdir. Heç belə katana ver. Heç katana da belə vermir. İndi gələcək, buna dönəcək, bunu verəcək. Sonra bir də döndürəcək, bunu verəcək. Sonra da ifadəni verəcək. Biz bunu saxlayalım mı? Bir də 9 çevirmədək burada. Bəlkə çıxdı. Çıxmadı. Bir də 29 elmas. Çıxmadı. Burada ifadəyə var. İfadə çünki çox. Bəs yiyir, buna bəs yiyir. Hepçi katanı. Bakın neyini ben Katana'ya heç bu kadar elmas değerdi. Bu nədir? Siz olsaydınız bu Katana'ya bu kadar elmas vererdiniz yani. Neyse. Bence yumruğu çıxarda bilməyəcəyik. Yani inancım qalmadı. Yenə də bırakmada elmasımızın sonuna kimi. Hansılar qaldı burada. Burada belə bir totem görmüşəm yəni. Burada 3 dənə qaldırdı. Bu dəyərli hansı deyilsə bu ikisindən birini vursun belə. Belə gördüyümə görə çıxır. Sanma ki çıxmaz. Nəysə. Qaldı bu xəyalda. Amma yenə də bu ifadə həqiqətən çünki çox gözəldir bu. Yenə dəydi buna. Videomuz biraz qısa oldu məncə.
Burada artıq deyə biləcəyim bir şey qalmır. Buradan şans otomatından çıxaq. Videonun biraz qısa olduğunu bilirəm, amma yenə də bir video işləmək istədim. Çünki video biraz gec gəlirdi. Artıq ki bir ay keçirdi son videomuz üstündən. Dedim belə bir video atım. Nəysə belə bir video çəkilsin, yenə də video düşsün. Elmaslarınızı yəni ki saxlayın, elmas yığmağa başlayın. Çünki şans otomatında bütün old belə nə deyim sizə silahlar, ifadələr, paltarlar gəlir, bütün oldlar geri qayıdır, efsanələr. Deyilənlərə görə yaxın vaxtlarda Sakura da qayıdacaq. Əsl Sakura. Mən bəzi serverlərə artıq gəlib də, girib özüm baxmışam, yəni ki bəzi serverlərə gəlib Sakura. Bizim serverə gəlmə ehtimalı çox böyükdür. Yəni gələcək onsuz. O serverlərə düşübsə bizim serverə düşəcək, yəni ki. Yəni gəldikdə elmaslarınız olsun bəncə. Yığırsınızsa yığa bilərsiniz. Elmaslarınızı yığıb Sakura götürə bilərsiniz. Nəysə videomuzun sonu buradır. Sağ olun, salamat qalın.